5-ci test tapşırığı sintaktik əlaqələrlə bağlıdır. Deyilir, sintaktik əlaqə bağlı deyilənlərdən hansı səhvdir? Mənsubiyyət şəkilçili söz sintaktik əlaqədə həm əsas, həm də asılı tərəf çıxım edə bilir. Biz bunun üçün yadımıza 3-cü növ isim birləşməni salsaq yetərlidir. Sənin kitabın. Sənin kitabın sözündə həm mənsubiyyət şəkilçili söz var, həm bu tərəf asıl ola bilir, həm də asıl əsas tərəf ola bilir kitabın sözü. Demək, bu da yəli çalı şəkilçisi. Demək ki, kitabın sözü bir dəfə əsas, bir dəfə asıl halsı ola bilir. Bu fikir kifayət edir ki, deyək ki, variantı düzgündür. Təsriflənməyən feil sintaktik əlaqədə həm əsas, həm də asılı tərəf kimi çıxı bilər. Bəli. Məsdər götürək oxumaq, oxumaq həvəsi birləşməsində məsdər asılı tərəfdir, həvəsi isimdir, əsas tərəfdir. Sənin dərs oxumaq birləşməsində isə məsdər təsriflənməyən feil kimi demək əsas tərəfdir. Hal şəkil söz sintaktik əlaqədə həm əsas, həm də asılı tərəf kimi çıxı bilər. Yəni elə burada sənin sözün yada salsaq kifayətdir. Kəndin palçıqlı yolu birləşməsində tabelli əlaqəsinin bütün növləri öz əksini tapır. Bəli, kəndin yolları üçüncü növün arasında həm uzlaşma, həm idarə var. Palçıqlı yollarda da yanaşma əlaqəsi var. Xəbəri şəkil qəbul etmiş sintaktik əlaqədə ancaq əsas tərəf kimi çıxır. Xeyr, səhvdir. Çünki xəbəri şəkil qəbul etmiş söz mübtəda ilə münasibətdə mən getmişdim. Bu artıq asılı tərəf kimi çıxış edib. Əsas tərəf kimi çıxış edə bilər. Xəbərli şəkildə qəbul etmiş söz asılı tərəf kimi də çıxış edə bilər. Doğru cavab Y variantı.